Növbəti sualımızı oxuyaq. Sevinç Kərimova yazır ki, Elşən bəy salam, aleyküm salam. İkinci xəlifə Ömər Həzrəti Əlinin barəsində 3 fəzilət buyurub, onlar hansılardır? Çox gözəl sualdır. Çox sağ olun. Elədir. Tarixdə var ki, Ömər İbn Xəttab xəlifə olan zaman Həzrəti Əlinin barəsində ona sual edirlər. Və xəlifə-i Müslimin Ömər İbn Xəttab buyurur ki, Allah tərəfindən Əli İbn Əbi Talibə 3 fəzilət verilmişdir. Onun biri məndə olsaydı, özümü əvvəlin və axirin xoşbəxti sanardım. Soruşurlar ki, ey xəlifə-i Müslimin, nədir o 3 fəzilət? Ömər İbn Xəttab buyurur, birincisi, Rəsul-i Xudanın qızı Fatimə ilə evlənməsi. İkincisi, Peyğəmbər kimin məsciddə əyləşməyin Allah tərəfindən ona həlal buyurulması. Üçüncüsü, Xeybər müharibəsində ələmdar olması, bayraqdar olması. Siz tarixdən oxumuşsunuz ki, Xeybər müharibəsi İslam tarixində ən ağır müharibələrdən biri idi. Mərhəb-i Xeybərlə müharibə çox çətin, ağır müharibələrdən oldu və Həzrəti Əli ibn Əbi Talib əleyhissalam olmasaydı, İslam qoşunu o müharibədə şikəstlik tapardı. Və Həzrəti Əli əleyhissalam o müharibədə bayraqdar oldu, ələmdar oldu, mərhəblə döyüşəndə onun başını kəsdi, gətirdi, onun kəsilmiş başını Peyğəmbərin qədəmləri altına qoydu. Mərhum Şəhriyar yazır ki, gedəndə Xeybər üstünə o hüccəti Xuda Əli alıb icazə cəng için Vəsiy Mustafa Əli. Peyğəmbərdən icazə aldı müharibəyə girməyə. Silahə cəng şiridin quturi aldı o zaman, veribdi fəth üçün xəbər, olubdu şadi leşkəri. Leşkərə xəbər verdi ki, inşallah bugün Xeybərin qalası fəth olunacaq, leşkər sevindi. Səvar olubdu düldülə, edibdi Xeybərə yeriş, təkbir nərəsi çəkərək, o dəmdə ruki kaməli. Yazıbdı ismi